Hamıya tekrar salam dostlar. Baku Flames'in resmi podkastı Flame Talks'un növbəti buraxılışına hoş gəlmisiniz. Bugün yanımda Azərbaycan kreativ sahəsində çox uzun illərdir Şamans agentliyi ilə birgə aktiv fəaliyyət göstərən Orxan Yusifov, Şamans agentliyinin qurucusu və direktoru ilə birlikdəyik. Orxan bəy, xoş gəlmisiniz. Biz əslində keçən ildə təbii ki sizlə daha sonra Baku Flames təəssüratlarınız barəsində də söhbət eləmə şansımız olmuşdu. Bu ildə artıq ikincisi gerçəkləşdirilir. Amma ikincisinin artıq bir fərqi var ki, bizim öz Azərbaycan bazarında rəqabətini artıracaq bir mükafatımız var. Azərbaycan Awards deyirik. Baku Flames Azərbaycan Awards. Və elədir ki, siz bu ilk jüri heyətinin də bir üzvüsünüz. Mən ilk olaraq bu barədəki hisslərinizdən danışmanızı istəyəcəkdim. Bir də Azərbaycan bazarından nə kimi işlər görəcəyinizi düşünürsünüz və ya ümid edirsiniz? Çox sağ olun dəvətiniz üçün, təşəkkür edirəm. Keçən ilki təşkilatçılıq, keçən ilki layihə möhtəşəm idi və mən ümid edirəm ki, bu ilki də eyni standartda olacaq və daha yüksək, yəqin ki, nailiyyətlər əldə ediləcək, daha çox iştirakçı, daha çox həyəcan və eyni yüksək peşəkar təşkilatçılığı görəcəyik. Buna çox ümidliyəm və əminəm ki, belə də olacaq və Azərbaycan üzrə yarışmanın keçirilməsi düşünürəm ki, kifayət qədər uğurlu və düzgün bir təklif idi. Çünki keçən biz yerli agentliklər təəssüf ki, qlobal agentliklərə müxtəlif obyektiv, subyektiv səbəblərdən onların challenge-ına cavab verə bilmirdik. İndi hal-hazırda ayrı bir hövzədə, ayrı bir hovuzda yarışması daha məqsədə uyğundur ilkin etaplar üçün ki, biz də təcrübə yığaq və bizim reallıqlarla təbii onların reallıqları arasında fərq böyükdür. Büdcələr fərqi də, kreativ yanaşma fərqi də. Ona görə bu bir tramplin rolu oynasın. Düşünürəm ki, kifayət qədər uğurlu bir həldir və təbrik edirəm bu həll üçün. Təşəkkür də edirəm. Bu il düşünürəm ki, keçən ilki təcrübədən də çıxış edərək agentliklər daha peşəkar hazırlaşacaq və daha çox iş ilə iştirak edəcəklər. Ən azı bizim Şamansın, misal üçün deyə bilərəm ki, əsas güclü olduğu sahələri branding, kommunikasiyalarda düşünürəm ki, bu il maraqlı bir yarışma olacaq. Biz özümüz də iştirak edirik. Buradan bir anons verim. Ümidliyik ki, uğurlu nəticələr əldə edəcəyik. Təbii ki, əsas hal-hazırda biz ümumiyyətlə müsabiqələrdən biraz uzaq durmaq siyasətimiz var idi illərlə. Lakin keçənki tədbirin o möhtəşəmliyi məni də inandırdı ki, iştirak eləmək lazımdır. Bundan öncə bir neçə yarışmalar olmuşdu, iştirak etmişdik. Ürəyimizcə olmadığından müxtəlif səbəblərdən biz bir növ dayandırmışdıq iştirakı. Lakin keçən il sizin ortaya qoyduğunuz performansdan sonra düşündük ki, biz də iştirak etməliyik, öz qatqımızı kiçik də olsa verməliyik. Göstərir ki, həm də bu yarışma bizdə də bir motivasiya artıq yaradıb. Biz də artıq müştərilərə iş yaradanda rahat ürəklə deyirik ki, bu festivallıq bir işdir. Yəni bunu bu cürdə artıq positioning edirik. Sağ olsunlar, bəzi müştərilər kifayət qədər dəstək verdilər və bu il qatılacağımız bir iş mənə görə çox iddialıdır. Buradan indi ümid edirəm ki, kifayət qədər rəqabətli bir yarışma olacaq və ola bilər ki, hətta bizdən daha yaxşı kimsə nəsə işi ortaya qoyubsa nə gözəl. Bu bizim sektor üçün də bir uğurlu bir nəticədir. Ümid edirəm ki, kifayət qədər ədalətli, kifayət qədər rəqabət yönlü bir yarışma olar bu il və yerli agentliklər də yerli agentliklər də çox saylı xarici agentliklərə artıq bir meydan oxumağa başlayarlar. Buna da ümidimiz böyükdür.